Salam, xoş gördük, hörmətli əməkdaşlar, hər birinizi. Mən Cəfərli Turanə, ixtisasca biokimyaçıyam, həm də dietoloq, nutricoloq kimi fəaliyyət göstərirəm. Sabira Wellness-də təlimçi və ekspert kimi işləyirəm. Bugünkü bizim və həftəlik olaraq bizim təlimlərimiz olur. Mənim də şirkətin də əsas missiyası ondan ibarətdir ki, hansısa bir məhsulu təqdim etmək deyil, əlbəttə ki, hər bir məhsulun tərkibindəki olan mexanizmləri, biokimyəvi tərkiblərini sizlərə düzgün şəkildə izah etməkdir. Çünki mənim məqsədim əsas sizlərlə hər həftə burada toplanmağımın əsas məqsədi məhsullara siz sadəcə bir satıcı kimi deyil, bir peşəkar mütəxəssis kimi yanaşasınız. Çünki dəridə bildiyimiz kimi bir çox problemlər gedir və bu təkcə dəri ilə deyil və bədənimizdə belə reaksiyalar bir-birindən fərqli olduğu üçün və burada əsas məqsədimiz də hər bir reaksiyanı həm dəridə, həm bədəndə gedən prosesləri düzgün dəyərləndirib və düzgün məhsulları təqdim etməkdir. Və bugünkü mövzumuz da həmin bu bədənimizdə, dərimizdə baş verən proseslərdən biridir. Adı atopik dermatitdir. Ümumiyyətlə, bəzən bəlkə də eşitmisiniz bu adı, bəlkə də sizə qəliz gəlir, lakin slaytlarda, şəkillərdə görəcəksiniz ki, atopik dermatit nədir? Yəni hal-hazırda bu yaşadığımız devirdə, bu hətta belə deyim, havaların soyunmasında belə çox-çox rast gəlinir və istədim ki, bu haqqda da məlumatlı olasınız və bizim şirkətdə də ümumi olaraq hansı məhsulları təqdim edə bilərik ki, bu prosesdə. Atopik dermatit dedikdə ümumiyyətlə nədir? Şəkildə də görmüsünüz. Bəlkə də sizlər arasında olan var bu xəstəlikdən əziyyət çəkənlər və yaxud da ətrafınızda ümumi sizə müraciət edən insanlar arasında belə bir şəkildə göründüyü kimi dəridə baş verən prosesi görmüsünüz. Bunun adı atopik dermatitdir. Ümumiyyətlə atopik dermatit nədir? Sualına gəldikdə, atopik dermatit dəridə xroniki və iltihabi bir xəstəlikdir və qaşıntılı bir xəstəlik. Yəni qaşıntı ilə baş qalxan bir xəstəlikdir. Dəridə nə baş verir? Dəridə ümumi olaraq baryer funksiyası zəiflənir. Yəni biz nə demişik? Bütün təlimlərdə və mən demək olar ki, hər təlimdə bunu deyirəm. Baryer bizim üçün çox önəmlidir. Baryer bizim qoruyucu bir paltarımızdır ki, əgər bu qoruyucu paltar bizim üzümüzdə, bədənimizdə bu baryerin funksiyası zəifləyəndə və burada su itkisi başlayır. Yəni üst təbəqə yoxdur və üst təbəqə olmayanda əlbəttə ki, buxarlanma, yəni su özünü orada nəmlik özünü saxlaya bilmir. Və ən önəmli bu atopik dermatitdə nə baş verir? Bura allergenlər, mikroblar, yəni üst təbəqə yoxdur. Burada çox açıq şəkildədir. Bax şəkildə də gördüyünüz kimi baryer demək olar ki, dağılıbdır. Yəni bir evin belə deyim, kərpicləri başlayıb sınıbdır və dayanmadan ora mikroblar, allergenlər daxil olur. Və bu mikroblar da, bu mikroblar da, allergenlər də daxil olduğu zaman və burada bir iltihabi bir proseslər gedir ki, hansı ki bu da qaşıntı, qızartı və quru qabıqlama kimi özünü əks etdirir. Və ən önəmli atopik dermatitdə demək olar ki, kəskinləşmə tez-tez baş verir. Yəni bir müddət olmur. Tez-tez kəskinləşmələr olur. Yəni bir az sönür, sonra bir də başlayır alovlanmağa. Yəni burada digər xəstəliklərdə, digər dəri allergiyalarda atopik dermatitin funksiyası tamam fərqlidir. Yaranmasına gəldikdə hansı yaş dövründə yaranır? Demək, statistikaya baxdıq, nəzər yetirdik. Ümumiyyətlə bu atopik dermatit, bax gördüyümüz kimi, görürsüz dəri əllərdə demək olar ki, baryer funksiyası dağılıbdır. Və burada 60% bir yaşdan başlayır. Yəni hətta deyim 5-6 aydan körpələrdən başlayır bu proses. 30% 1-5 yaş arası olan uşaqlarda baş verir və 10% isə yeniyetmələrdə baş verir. Və əsas burada nədir? Yəni əlbəttə ki, biz böyüklərdən danışacağımız üçün bu başlanma devridir. Yəni həm bu xəstəlik həmin yaş devrində başlayır.
Lakin atopik dermatit adətən uşaqlıqda başlayır, lakin biz onu düzgün dəyərləndirməyəndə və ona yanlış qulluq etdikdə, əlbəttə ki, bu bizim ömür boyu davam edəcəyimiz bir xəstəlikdir. Və bəzən olur ki, heç həmin məsəl üçün bir yeni doğulmuş uşaqlarda bu xəstəlik var, genetik olaraq ötürülübdür. Lakin uşağın immun sistemi çox önəmlidir və yaxud da ətraf mühiti çox yaxşı bir ətraf mühitdə yaşayır. Lakin bunun genetikasında bu xəstəlik var. Bir müddətdən sonra aldıqca və yaxud da belə deyim, yeniyetməlik devri belə olmasa belə, hansısa bir səbəbdən həmin xəstəlik alovlana bilir və ona görə yaranma səbəbləri, yaranma dövrləri bu dövrdə yaranır və əsas burada proses ömür boyu davam edən bir xəstəlikdir. Ə, Yaranmasına gəldikdə ən önəmli niyə yaranır? İlk olaraq atopik dermatitin üç əsas mexanizmdən bağlıdır ki, hansı ki, dedik ki, ilk olaraq birinci atopik dermatitin yaranma səbəbi dəri bariyerinin zəifləməsidir. Hansı ki, biz bilirik, bizim dərimizdə olan seramitlər var ki, bunlar azalır. Bunlar bizim bariyerimizdir və bunlar azaldıqda dəri su saxlaya bilmir. Bir susuz dəridə də nə baş verir? Dəri çatlayır, quruyur. İkinci yaranma səbəbi immun sistem hiperaktivliyi baş verir ki, hansı ki bir insanda immun sistem çox aktivdirsə də, yəni dayanmadan hər bir şeyə cavab verirsə də və dəridə olan bu allergenlara qarşı həssaslıq artır və gördüyümüz kimi ACV, yəni bu allergenlardır. Bunların artımı, hətta bir analiz verən bir kəskin dönəmdə atopik dermatitdə bunlar çox kəskin yüksəlmiş olur. Çünki immun sistem həmin bu mikrobları gördükdə, həmin bu baryer zədələnməsini gördükdə başlayır cavab olaraq bu ACF yeni artırmağa ki, çünki dəri öz funksiyasını qorumaq istəyir. Və bunun nəticəsində də burada iltihab və qaşınma prosesi baş verir. Və ən önəmli, belə deyim, əsas proses burada daha çox rast gəldiyimiz burada proses nə olur? Mikrobiomun pozuntusu. Bilirik ki, bizim dərimizdə mikrobiom var ki, hansı ki, burada lazımi bakteriyalar var ki, bizim dərimiz normal qidalana bilsin. Lakin burada həmin baryer zədələndikdə, yəni açıq şəkildə, yəni dərimiz elə bil ki, qapısı açıqdır və bura mikroblar, bakteriyalar tez-tez dolmağa başlayır. Və ən önəmli də burada stafilokok adlı bakteriya gəlir, həmin mikrobiomu pozur və bunlar da başlayır burada çoxalmağa, bir-birindən çoxalmağa və normal bakteriyaların tarazlığı pozulur və əgər bu bakteriyalar da burada çoxalması baş verirsə də, demək burada bir iltihablı bir proses həddindən artıq güclənibdir. Demək, burada əsas yaranmasına gəldikdə isə ilk olaraq genetik meyl olur. Ümumiyyətlə 50% əgər bir valideyndə bu xəstəlikdən əziyyət çəkirsə də, bu uşaq əlbəttə ki 50% burada risk faktoru kimi qeyd olunur. Və ola bilər ki, yenə deyirəm, bir valideyn bilir ki, bunda atopik dermatit xəstəliyi var və uşağında bir müddət görməyibdir. Yəni genetik olaraq kodları ötürür. Lakin bunun oxunması gələcəkdə uşağın həyat tərzindən əlaqəli ola bilər. Və sonra isə əsas yaranma faktorlarından iqlimdir, quru iqlimdir. Hansı ki, bax bu dönəmdə bu xəstəlikdən əziyyət çəkən insanlar varsa da, həmin bu kəskin iqlimin dəyişməsi, bu havaların soyunması, isti soyuq, məsəl üçün evdə oturarkən evlər çox isti olur və yaxud da kəskin soyuğa bayıra çıxarkən soyuq quru iqlim və həmin atopik dermatiti başlayır alovlanmağa. Və ən önəmli kimyəvi tərkibli yuğucular da hansı ki, gündəlik həyat tərzimizdə istifadə edildiyimiz bu yuğucular ki, tərkibində kimyəvi
demək maddələr var ki, həmin prosesi gücləndirir. Sərt sabunlardır və insanlar başa düşmədən qapsıntı var deyə bəzən sərt sabunlardan istifadə edirlər və yaxud da sərt peelinglərdən istifadə edirlər. Əlbəttə ki, bu atopik dermatiti həddindən artıq alovlandırır. Stres çox önəmlidir, çünki burada immun sistem daim hiperaktiv olduğu üçün əgər bizim kortizol hormonumuz və gündəlik həyat tərzimiz stresslə bağlı olduqda və bu da yenə də cavab olaraq bu prosesin şiddətlənməyinə gətirir, çıxardır. Qida allergiyası da bəzən olur ki, bu faktorlardan biri olur ki, çünki bəzən olur ki, kəskin alovlanan dövrdə biz bəzi qidaları tamamilə rasiondan çıxardırıq ki, həmin o alovlanma devri aşağı düşsün. Və ən önəmli güclü ətirli kosmetik maddələrdir. Bəzən olur ki, insanlar yəni adını eşidibdi. Məsəl üçün hansısa bir tanınmış brenddir və onun kremini hər kəs tərifləyir və bu insan bu xəstəlikdən əziyyət çəkirsə də və bunu alır. Bəli, ətri çox gözəl ola bilər, lakin bu kosmetik bir maddə olduğu üçün əlbəttə ki, bunun həmin bu insanın o xəstəliyini biruzə də verə bilər və yaxud da kəskin alovlandıra da bilər. Ümumiyyətlə bunu da bilmənizi istərdim və yaxud da bir yerə qeyd edin ki, ümumiyyətlə dəri üçün hazırlanan məhsullar iki yerə ayrılır. Biri kosmetik vasitələr olur, biri dermatoloji vasitələr olur ki, hansı ki kosmetik vasitələrin tərkibində güclü ətir komponentləri olur ki, bunların məqsədi tamam fərqlidir. Dermatoloji isə hansısa patoloji bir prosesdə, hansısa dəridə baş verən bir iltihabı söndürmək üçün nəzərdə tutulan məhsullardır. Və ona görə də həmişə məhsullara baxarkən mənə dermatoloji məhsullar yoxsa kosmetik məhsullar lazımdır. Mütləq onlara da fikir vermək çox önəmlidir. Ən önəmli bu atopiyadan əziyyət çəkən insanlarda ən böyük edən səhvlər. Yəni bunu bilmirəm, hal-hazırda bəlkə də aranızda olanlar var. Yəni bu durumla üzləşirsinizsə də, yəni burada çox diqqətli olmalısınız. Atopik dermatitdən əziyyət çəkən insanlar və yaxud da yaxınlarınız varsa da və yaxud da sizə müraciət edən insanlarda ilk edilən səhv nə olmalıdır? Səhvlər nədir? Dərini sabunla yumaq, özü də tez-tez yumaq. Yəni bu çox böyük yanlışdır. Burada dəri daha çox quruyur, vəziyyət ağırlaşır. Və bir də bu kəskin vəziyyətdə, yəni əgər biz hansısa da bir həkimə, terapevtə, dermatoloqa əlbəttə ki, bu kəskin alovlayan dövrdə biz müraciət etdikdə burada steroid tərkibli kremlər yazır. Əlbəttə bu önəmlidir. Yəni o kəskin alovlanan dövrdə biz bu kremlərdən, steroid tərkibli kremlərdən istifadə etməliyik. Lakin insanlar bunun fərqində olmur ki, həkim bunu şiddətli vaxtda yazıbdır. Yəni ömür biz bunu istifadə edə bilmərik. Ən yanlış budur. Və burada yəni dönə-dönə vurğulamaq istədiyim, kremlərdən bəli biz bu prosesdə istifadə edirik, lakin 5-7 gün alovlanan devirdə, kəskin devirdə. Sonra isə, yəni o 5-7 gündən sonra indi hansı ki irəliləyən dəqiqələrdə sizə izah edəcəm. Əsas burada biz gündəlik həyat tərzimizdə bununla necə mübarizə aparacağıq, o haqda fikirləşməliyik. Və hətta tanıdığım bir insan var idi ki, steroid kremini qalın şəkildə belə sürtürdü ki, dəri daha tez cavab versin. Və əslində bunlar steroid kremlər burada heç bir dəri bariyerini bərpa etmir. Burada kəskin o alovlanan hansı ki immunitetimizlə əlaqəli olan hormonun analoqu olduğu üçün, yəni həmin o alovlanan prosesi başlayır aşağı salmağa. Və bu steroid tərkibli dərmanları, kremləri belə çox istifadə etdikdə biz dəri incəlməsi görürük. Yəni həddindən artıq onsuz da burada proses dəri bariyeri yoxdur və incəldirdə də və biz bu prosesi daha şiddətləndirə bilərik. Və mütləq ətirli və spirtli kremlərdən istifadə etmək. Bilirəm ki, demək olar ki, heç bir insanların bu etiket oxumaqla, yəni ümumiyyətlə nə vərdişlərimiz var ümumi olaraq, adi olsun belə qidanı belə aldıqda, ümumiyyətlə bilirik ki,
dünya bazarında, Azərbaycan bazarında, marketlərdə, apteklərdə belə olsun, beauty belə marketlər var ki, hal-hazırda, yəni şəhərdə də özünüz görürsüz çoxdur. Onların belə tərkiblərini baxan yoxdur ki, bu mənə olarmı, olmazmı? Məhz bir məhsul seçərkən mütləq onun tərkibində əgər spirt varsa da, əlbəttə ki, bu atapiyalara qətiyyən olmaz. Çünki dəri demək olar ki, burada çox pis vəziyyətdə, dəri bariyeri yoxdur, dağılmış vəziyyətdədir və ona görə bu tərkiblərə mütləq fikir verilməlidir. Və ən önəmli yanlışlar nədir? Bu insanlar su içmə vərdişini həddindən artıq daha da yüksəltməlidir ki, çünki burada demək olar ki, bariyer olmadığı üçün, hətta bu atopiya demək olar ki, sırf üzdə, bədəndə, demək olar ki, bədənin bütün nahiyəsində görmək olar. Uşaqlarda daha çox üz, yanaqda görülür. Böyüklərdə üzlərdə çox az miqdarda olur, amma daha çox qol, ayaq, bədən hissələri, bükük hissələrimizdə olur, daha çox əllərimizdə olur və bunun üçün də mütləq su içmək burada ən önəmlidir və ən önəmli ə, mütləq qidamıza və yaxud da qida əlavəsi olaraq belə omeqanın olması burada ən önəmli nüanslardan biridir. Və edilən səhvlərdən biri də hər dəri qaşınanda belə, hər bu atopiya alovlanan zaman insanların antibiotikə müraciət etməsidir. Yəni bu da edilən səhvlərimizdən biridir. Ə, və baxın burada şəkil də qoymuşam ki, sizə daha yaxşı aydın olsun ki, görürsünüz ki, bax bu gün atopik dermatit dəridir ki, bax bu dərimizin epidermis hissəsidir. Demək olar ki, dağılıbdır, aralanıbdır və buradan həmin bu mikroblar çox asanlıq şəkildə daxil ola bilir və burada demək olar ki, dəridə bir iltihabi bir proses yaradır. Yəni atopik dermatit bax bu dəri dağılır, demək olar ki, bariyer yoxdur və içəridə də başlayır mikroblar çoxalmağa və ona görə bizə həm qaşıntı verir, həm demək olar ki, quruluq verir. Və bizim burada dəridə olan divarımızda bu kərpicləri mütləq bərpa etmək. Yəni əsas məqsədimiz nə olmalıdır? Bizim dəri bariyerini mütləq burada biz bərpa etməliyik və bu dəridə olan mikrobları azaltmalıyıq. Və biz əgər bu dəri bariyerini bərpa etməsək, əlbəttə ki, bu xəstəliklə bir uzun müddət müalicə alacağıq və ona görə də burada əsas məqsədimiz bizim dəri bariyerini yeniləməkdir ki, həmin bu allergenlər, mikroblar içəri daxil olur və orada bizə qaşıntı, iltihab yaranmasın. Və ən önəmli qaydalar, yəni belə deyim, bu xəstəlikdən əziyyət çəkən insanlarda və yaxud da həyatınızda, yaxınlarınızda sizə müraciət edən insanlarda əsas qızıl qaydalar var. Yəni bunu da mütləq sizə müraciət edən insanlara mütləq bu şəkildə mütəxəssis kimi yanaşmanız çox önəmlidir. Və insanlara biz hər gün deyirik. Hər gün siz dərinizi nəmləndirməlisiniz. Tərkibində yağ əsaslı kremlər olmalıdır. Seramid tərkibli kremlər olmalıdır ki, gündəlik bu nəmliliyi biz bəxş edək. Qətiyyən isti su ilə duş qəbul etməməliyik. Duşda maksimum biz 5-7 dəqiqə qalmalıyıq və suyun temperaturu ilıq şəkildə olmalıdır ki, dəri quruması baş verməsin. Təmizləyicilərə gəldikdə ətir, kimyəvi olmayan təmizləyicilər seçməliyik ki, əsas tərkibində olan prebiotiklər olmalıdır. Dəri bariyerini bərpa edən seramidlər olmalıdır. Və ən önəmli burada elmi sübutlu lazım olan qızıl qaydalardan biri də qida əlavələridir. Hətta bu mövzunu seçərkən PubMed-də araşdırmalara baxdım. Demək olar ki, bu xəstəlikdən əziyyət çəkən insanların ən önəmli proses olaraq qida əlavələrinə mütləq burada üz tutulmalıdır ki, hansı ki, irəliləyən dəqiqələrdə hər biri haqqında məlumat verəcəm. Keçək hal-hazırda Sabira Wellness-da olan məhsullarımıza ki, hansı ki bu xəstəlikdən əziyyət çəkən insanlar varsa da biz bunlara nə deməliyik? Dedik ki, bu insanlar dərini nəmləndirməlidirlər. Seçilən duş gelləri elə bir ən önəmli burada. Çünki biz dedik ki, böyüklərdə daha çox
dəridə baş verdiyi üçün ən önəmli bizim məhsulumuz duş geli olmalıdır ki, çünki bir insan duş qəbul edərkən bu xəstəlikdən əziyyət çəkənlərdə onsuz da burada dəri quruması baş verir. Və ona görə burada demək mütləq tərkibində olan aloe vera və inulin tərkibli bu duş gelini həmin bu insanlara tövsiyə edirik. Çünki tərkibində nə var? Tərkibində aloe vera həmin o iltihabı qızarmış bir dərini sakitləşdirir. Ən önəmli inulin var. Biz dedik ki, dəriyə bakteriyalar daxil olubdur və burada bizə lazımı xeyirli bakteriyaların sayı azalıbdır. Və bizə elə bir tərkib lazımdır ki, o xeyirli bakteriyalar orada artsın. Hansı ki, bu duş gelinin tərkibində inulin də həmin bu bakteriyaların artmasına kömək edir. Qısa sodiumda bu çox güclü nəmləndirici olduğu üçün və burada ən önəmli həmin bu prosesi nəmləndirir və rozmarin bilirik ki, çox güclü bir kompleksdir. Rozmarin ümumiyyətlə hətta belə deyim iltihabı çox güclü şəkildə azaldan, həm də sakitləşdirici bir ümumi olan bir ekstrat olduğu üçün əgər bir dəridə bir iltihabi bir proses varsa da həmən onu söndürür. Və demək olar ki, atopik dəridə ən təhlükəsiz seçimdir. Və ən önəmli burada insanlara bizim deməkdə məqsədimiz nədir? Bu duş gelindən sonra, yəni qətiyyən dəri nəmsiz qalmalıdır. Yəni tez bir zamanda 3-4 dəqiqə ərzində bu aloe verada olan nəmləndirici bədən kremini həmən tətbiq olunmalıdır. Yəni gündəlik belə həyatımızda bunu biz istifadə edə bilərik. Duş belə qəbul etməsək. Yəni atopik dermatitdən əziyyət çəkən insanlarda mütləq bu nəmləndirmə olaraq bu tərkibi biz insanlara tövsiyə edirik. Və duşdan sonra da mütləq 3-4 dəqiqə ərzində bunu mütləq həyata keçirməliyik. Və bizim əlbəttə ki, burada bağa yarpaqlı görəcəksiniz, şəkildə yerləşdirmişəm slaytda. Bu məhsulumuz da var. Bunu da həmin bu atopik dermatitlərə tövsiyə edirik. Lakin bunu kəskin o alovlanan, qaşıntının çox şiddətli olan vaxtı deyil. Artıq qaşıntı azalıbdırsa da, biraz bilirik ki, məsəl üçün dəridə quruma var. Yəni özümüz hiss edirik ki, artıq quruma gəlir. Yavaş-yavaş quruma gəlir və o dəri dartılmasını, dəri yanmasını, yavaş-yavaş qaşınmasını hiss etdikdə və o zaman əlbəttə ki, istifadə edə bilərsiniz. Dedik ki, bizim üçün ən önəmli güclü nəmləndiricilər olmalıdır ki, çünki bizim məqsədimiz dəri baryerini geri qaytarmaqdır. Və kəskin bəzən olur ki, üz dərisində də yəni gördüyümüz insanlar var ki, hansı ki, əgər üzdə baş verən bu proses varsa da, həmin bu atopik dermatit artıq üzdə, yəni bu böyüklərdən söhbət gedir əlbəttə ki, mütləq biz burada həmin bu nəmləndirici məlhəmi tövsiyə edirik. Çünki bunun tərkibində olan makadamiya yağı, avokado yağı var ki, bunlar lipid baryerini bərpa edir. Necə bərpa edir? Ümumiyyətlə, makadamiya yağı ilə avokado yağı əgər bir dəridə çat varsa da, həmin o çatda olan lipid yerinə dolaraq onları başlayır doldurmağa. Və gliserini hər kəs tanıyır artıq güclü nəmləndirici olduğu üçün və həmin bu dəridə bildik ki, nəmlənmə çox az olduğu üçün və burada nəmlənmə prosesini yerinə yetirir. Trehaluz nədir? Trehaluz bir molekuldur, çox bir maraqlı molekuldur ki, bu ümumiyyətlə bu molekulu bu kremin tərkibinə qoymaqda məqsədləri olubdur ki, əslində bu trehaluzu səhra bitkilərinin ekstratlarından alırlar. Məqsəd odur ki, trehaluz ümumiyyətlə əgər tutaq ki, glisinlə nəmləndi, yəni proses olaraq, mexanizm olaraq nəmləndi, trehaluz molekulu həmin o nəmlə su tutma qabiliyyətini yerinə yetirir. Yəni bu səhrada yaşayan bitkilər bilirik ki, yəni su görmürlər, ümumiyyətlə susuzluq çox olur. Yəni susuzluğa meyilli olan bitkilər olduğu üçün, sırf həmin orada işi gördüyü üçün trehalozu da bu kremin tərkibinə qoymaqda, yəni əsas su tutma qabiliyyətini yerinə yetirmək üçün nəzərdə tutulubdur. Endemix bilirik ki, antiinflamator bitkilərdən alınan bir
ekstraktdır ki, hansı ki bu kremin tərkib hissəsində də var. Alatanin güclü sakitləşdirici olduğu üçün, atopik dermatitdə də ümumi olaraq bir iltihabi bir proses olduğu üçün və burada da həmən bu prosesi sakitləşdirir. Və bəzən olur ki, demək olar ki, bu xəstəlikdən əziyyət çəkən insanlara məhsul tapmaq, seçici olmaq çox çətin olur. Hal-hazırda görürsünüz ki, yəni məhsul olaraq da yəni bəzən olur ki, bir hansısa dəri xəstəliyindən danışanda məhsul çox bol olur. Lakin burada proses çox şiddətli olduğu üçün düzgün dəyərləndikdə məhsul çox az olur və üz yuma gellərinə gəldikdə, əgər atopik dermatitdən əziyyət çəkən insanlar varsa da və yaxud da bilir ki, var və hiss eləyir ki, bu proses artıq yavaş-yavaş yenə başlayır qabarmağa və burada biz üz yuma gelini həmən dəyişməliyik. Çünki bu bizim əlbəttə ki, üzümüzdə də biruzə verir və tərkiblərə gəldikdə isə bu atopi əslində deməkdə məqsədim ondan ibarətdir ki, atopik dermatitdə demək olar ki, üz yuma gellərində tam yağ tərkibli məhsul tapmaq çox çətin olur. Çünki əsas məqsəd turşu olduğu üçün, yəni üz yuma gellərinin əsas tərkib hissələri düzdür, yumşaq da olur, aha o da turşular olur, pH da olur, amma əsas turşu olduğu üçün bizdə yenə də o quruluq hiss edirik. Və ona görə burada bu omega tərkibli bizim üz yuma gelimiz çox önəmlidir bu prosesdə. Çünki tərkibində yağ çiçəyi yağı var ki, bu belə deyim, həmin bu dəri də zədələnmiş baryeri bərpa edir və ən önəmli burada mərgəni yağı var. Bu mərgəni yağı 3, 6, 9 yağ turşularından ibarətdir. Burada 3 dəridə olan iltihabı azaldır. Omega 6 dərini, elastikliyini, zədələnmiş baryeri bərpa edir. Omega 9 isə dərini qurutmur. Tamamilə yumşaq edir. Yəni mərgən yağının belə deyim, bu yağ turşularının funksiyası çox güclüdür. Ondan əlavə kətan toxumu da var ki, bu da omega 3 yəni kətan toxumunun ekstratı var. Bilirik ki, kətan toxumu da bitki tərkibli omega 3 olduğu üçün də bu da iltihabi bir prosesi söndürür. Ümumiyyətlə atopik dəridə biz lipid baryer çatışmamazlığı olduğu üçün elə bir tərkiblər seçməliyik ki, tərkibində yağ tərkibli turşular olsun ki, ona heç bir qıcıqlanma verməsin. Yəni bu çox önəmlidir. Və ən önəmli belə deyim, səhifəyə gəldik ki, qida əlavələridir. Demək, atopik dermatitdə demək olar ki, ən önəmli proseslərdən biri də qida əlavələridir və burada mütləq müddət çox önəmlidir. Yəni qida əlavələrinin qəbulu çox önəmlidir. Yəni araşdırmalarla da göstərdi ki, ümumiyyətlə atopik dermatitdən biz gündəlik həyat tərzi, yəni biz bu xəstəliklə barışıb, çünki xroniki bir xəstəlikdir və həyat keyfiyyətimizi, həyat tərzimizi elə qurmalıyıq ki, yenidən bu dəridə olan proses alovlanıb qalxmasın. Və bunun üçün də, yəni araşdırmaların ən çox istifadə etdiyi qida əlavələri var ki, yəni növ olaraq, hansı ki, Sabira Venus'də də yetərincə bu məhsullar var və ən önəmli birinci omega 3-dür ki, hətta bir araşdırma var idi 2018-ci ildə etmişdilər tədqiqatçılar. 3 ay omega 3 qəbul edən atopik dermatit xəstələrində 40% bu qızartının, iltihabın demək olar ki, söndüyünü görmüşlər. Yəni heç bir şey etmədən, lakin omega 3 içməklə 3 ay, yəni ara vermədən fasiləsiz şəkildə və onlarda 40% iltihabın, qızartının qarşısını almışdı. Çünki bilirik ki, omega 3-ün əsas işi iltihabi mediatorları söndürməkdir. Və burada olmazsa olmazın probiotikdir. Biz dedik ki, burada immun sistem pozulur və mikrobiom, yəni əsas orada proses nədir? Dəri zədələnir və bakteriyalar daxil olur və mikrobiom pozulur. Və burada bizim qəbul edəcəyimiz ən önəmli probiotik olmalıdır. Yəni probiotiki hətta belə deyim,
Ardıcıl 3 ay içirik, maksimum 1-2 həftə fasilə veririk, sonra yenə qəbul etmək çox önəmlidir. Probiotik qəbul edən bu tip insanlarda 70%, 90% bu xəstəliyin sönməsi müşahidə olunubdur. Və Navamini burada qoymaqda məqsədim ondan ibarətdir ki, bu prosesdə daha çox bizə antioksidantlardan vitamin A önəmlidir və vitamin A da Navamində əsas onun Navamin tərkib hissəsinə baxdıqda burada daha çox güclü komponent əlbəttə ki, vitamin A-dır və burada da atopik dermatitlərdə vitamin A-nın dəri yenilənməsində həmin bu pozulmuş baryer funksiyasının bərpasında çox önəmli bir rol oynayır ki, hansı ki, bunu da Navamini biz insanlara tövsiyə edə bilərik. Sınkla selin də çox önəmlidir burada. Çünki sınk bilirik ki, dəri üçün ən önəmli dəri yenilənməsi üçün, dərinin bərpası üçün lazım olan bir mineraldır. Və ən önəmli bu atopik dermatitdə mütləq bizim D vitamini səviyyəmiz, yəni normada olmalıdır. Yəni biz qoymamalıyıq ki, D vitamini aşağı düşsün. Yəni bu da bəzi çox araşdırmaların tərkib hissəsində var idi. Və nəticədə isə bunu demək istərdim ki, hörmətli əməkdaşlar, atopik dermatit düzgün qulluqla 80-90% əlbəttə ki, o nəzarət altında qalan bir prosesdir. Biz dəri bariyerini bərpa edən məhsulları seçməliyik ki, bizim bu xəstəlikdən əziyyət çəkən insanların həyat keyfiyyətləri yüksəlsin və yəni hər sonda da deyirəm, yenə deyirəm, Sabira Wellness-in məhsulları təbii tərkibli və ən önəmli iltihabı azaldan formulalar həddindən artıq çoxdur və əgər biz hər bir prosesdə, elə də olsun atopik dəridə doğru seçim etsək, əlbəttə ki, həmin bu prosesdə kəskinləşmənin qarşısını ala bilərik. Ümid edirəm maraqlı təlim oldu, faydalana bildiniz. Və qarşınıza çıxan bu atopik dermatit xəstələrinə mütləq onlara bir professional şəkildə yanaşmağınız çox önəmlidir və ən önəmli isə bu atopik dermatitlərdə proses necə gedir və ömür boyu bu xroniki bir xəstəlik olduğunu, lakin əlbəttə ki, biz onu 90%, 80%, yəni bu nə deməkdir? Demək olar ki, biz bunu nəzarətdə saxlaya bilirik və bunu düzgün dəyərləndirdikdə əlbəttə ki, bizə də yaxşı geri dönüşlər olacaqdır. Mənə ayırdığınız vaxt üçün hər birinizə təşəkkür edirəm. Gələn təlimdə görüşmək ümidi ilə.